10. gün şuurluluq və slayd. Bugün şuurluluq və burada və indi ana haqqında danışırıq. Bu son dərəcə vacibdir. Şuurlu vəziyyətdə olduqda istənilən arzunu asan və təbii şəkildə həyata keçirmək mümkündür. Böyük arzunun reallaşması üçün illərlə vizuallaşdırmaya ehtiyac qalmır. Şuurluluq nədir? Şuurluluq insanın hazırki anda nə baş verdiyini dərk etməsidir. Başqa sözlə, şuurluluq indiki anda olmaq. Şuurluluq mövcudluq. Şuurluluq burada və indi. Özünüzə deyin, mən burada və indi mövcudam. Və ətrafınıza baxın. Bu anda siz artıq şuurlusunuz. Şuurluluğu necə hiss etmək olar? İndi müşahidə edin. Oturduğunuz otaq necə görünür? Hansı səsləri eşidirsiniz? Qarşınızda nə var? Ətrafdakı səslərə qulaq asın. İndi diqqəti bədəninizə yönəldin. Rahat oturmusunuz, yoxsa biraz düzəltmək lazımdır özünüzü? Sizə istidir, soyuqdur, yoxsa normaldır? Geyiminiz hardansa sıxırmı sizi? Bütün bunları şuurlu şəkildə dərk edin. Bu şuurluluqdur. Şuursuzluq nədir? Əgər düşüncələriniz keçmişdə dolaşırsa, gələcəkdə itib batırsa, bu vəziyyət şuurluluq deyil. Şuurluluq yalnız indiki anda olmaqdır. Niyə bu vəziyyət sehirlidir? Məhz bu vəziyyətdə biz adi maddi dünyadan üç ölçülü məkanın məhdudiyyətlərindən çıxırıq, başqa bir vəziyyətə keçirik. Bu vəziyyətdə hər şey mümkündür. Əgər arzunun artıq həyata keçdiyi vəziyyəti və tam şuurlu mövcudluq halını birlikdə yaşaya bilsəniz, materializasiya demək olar ki, dərhal baş verə bilər. Baxın, əgər iki halı paralel gücləndirsək, birinci, mən artıq sahibəm vəziyyətini, ikincisi, burada və indi mövcudluq. Bu iki halı paralel gücləndirsək, bu ikisi birlikdə reallığı dəyişən əsas mexanizmdir. Gəlin hər ikisini birlikdə inkişaf etdirək. Birinci tapşırıq, gün ərzində tez-tez bədəninizə qayıdın. Bu nə deməkdir? Diqqəti bədəninizə yönəldin. Bədəninizin özünü necə hiss etdiyini müşahidə edin. Daxildə hansı hisslərin olduğunu sezin. Bədəninizə və ümumi vəziyyətinizə diqqət verin. Diqqət bərabərdir şuur. Diqqət bədəndə olduqda siz indiki andasınız. İkinci tapşırıq, hara isə gedəndə, məsələn, piyada yeriyəndə 10-15 dəqiqə ərzində indiki anda qalmağa çalışın. Əgər yeriyirsinizsə, sadəcə yeriyin. Müşahidə edin, ayaqlarınız necə hərəkət edir, asfalt necə görünür, ayağınızı asfalta necə qoyursunuz, necə hiss olunur, ətrafınızda nə var, ağaclardır, binalardır, səmanın rəngi necədir, daxildə özünüzü necə hiss edirsiniz, yəni asfaltın üstündə yeriyirsinizsə, demək asfaltın üstündə yeriyirsiniz. Yəni bunu hiss eləməlisiniz. Ən vacib məqam çox vaxt nə olur? Bədən yeriyir, amma düşüncələr film izləyir. Siz nə bişirəcəyinizi düşünürsünüz yeriyə-yeriyə. Sabah nə edəcəyinizi planlaşdırırsınız, gələcək və ya keçmişlə məşğulsunuz. Bu şuurluluq deyil. Şuurlu vəziyyət nədir? Şuurlu vəziyyət bir anda yalnız bir hərəkət etməkdir. Yeriyirsinizsə yeriyirsiniz, ətrafı müşahidə edirsiniz, özünüzü, bədəninizi, düşüncələrinizi izləyirsiniz. Bu mövcudluq halıdır, bu şuurluluqdur. Niyə bu hal çox vacibdir? Çünki şuurluluq gəldikdə düşüncələr üzərində nəzarət yaranır. Bu isə arzuların reallaşmasında əsas açardır. Unutmayın, hər bir düşüncə həyatınızı qurur, hər bir düşüncə. Həyatınız düşüncələrinizdən yaranır. Əgər düşüncələriniz qorxu ilə doludursa, qorxu reallaşır. Düşüncələriniz sevinç və rahatlıqla doludursa, sevinç reallaşır. Nəticə, hansı anda nə düşündüyünüzü bilməlisiniz. Düşüncələri izləməyi öyrənməlisiniz. Şuurluluq bərabərdir reallığı idarə etmək bacarığına. Şuurluluq reallığı idarə etmək bacarığıdır. Bu vəziyyət arzuların həyata keçməsi üçün əsas vəziyyətdir. Şuurluluq reallığın idarəsidir. Şuurluluq bərabərdir reallığın idarəsi. Yalnız şuurluluq sayəsində, yəni ağlınıza şuurlu münasibət göstərərək, diqqətinizi düşüncələrinizə yönəldərək, ümumiyyətlə nə haqqında düşündüyünüzü izləyərək, siz öz zehninizi, beyninizi idarə edə bilirsiniz. Beyni idarə etmək isə reallığı idarə etməyə bərabərdir. Niyə bu belədir? Çünki düşüncələrimiz, beynimiz bizim pultumuzdur. Bu matrisanın pultudur. Reallığın idarə etmə pultudur. Hansına basırsınızsa o da işləyir. Açar fikir, düşüncəni izləyən reallığı idarə edir. Düşüncəni avtomata buraxan, reallığı avtomata buraxır, все на автомате. Şuurluluq idarəni əlinə almaqdır. Düşüncələrə nəzarətin birinci addımı şuurluluqdur. Deməli, düşüncələrimizə nəzarətin ilk və əsas addımı şuurluluqdur. Əgər biz gələcəyə uçuruqsa, bu şuurlu şəkildə baş verməlidir. Məsələn, siz özünüzə deyirsiniz, yaxşı, indi 10 dəqiqə vizualizasiya edəcəm, indi şuurlu şəkildə gələcəyə fokuslanıram, gələcəkdə olacam. Yəni, siz başa düşürsünüz ki, nə edirsiniz? Özünüzə komanda verirsiniz. İndi gələcəkdəyim. Bu şuurlu prosesdir. Şuursuz düşüncələr necə olur? Məsələn, siz yolda gedirsiniz və birdən ağlınızdan keçir. İndi uşaqları bağçadan götürəcəm, bəlkə xəstələniblər, birdən ərim işini itirər, birdən anam xəstələnər, birdən heç nə alınmazsa. Bunlar şuursuz düşüncələrdir və məhz bu düşüncələr reallığımızı yaradır. Tapşırıq 1.
şuurluluq. Birinci tapşırıq şuurluluğu inkişaf etdirməkdir. Yəni, harada olduğunuzu, nə etdiyinizi, nə düşündüyünüzü dərk etmək. Tapşırıq 2. Mən artıq buna sahibəm vəziyyəti. İkinci tapşırıqdır bu. Səhər oyananda, axşam yatmazdan əvvəl 10 dəqiqə mən artıq buna sahibəm vəziyyətində qalmaq. Bu vəziyyət sevinc, rahatlıq, məmnunluq hissi olmalıdır. Daxili dialoq belə ola bilər. Mən artıq buna sahibəm. Hər şey baş verib. Mən artıq yeniyəm. Hər şey alındı. Gün ərzində əsas iş. Slaydın yerləşdirilməsi. İndi əsas məqam gəlir. Gün ərzində əvvəlcə 10-15 dəqiqə burada və indi vəziyyətində qalın. Ətrafda nə baş verir? Sadəcə baxın, qiymətləndirməyin, analiz etməyin, sadəcə müşahidə edin. Bu şuurluluq vəziyyətidir. Sonra slaydı yerləşdirin. Bu vəziyyətdən sonra slaydı yerləşdirməyə başlayırsınız. Xatırladım, proyektor var, slayd var və nəticədə gördüyümüz reallıq var. Slayd sizin seçiminizdir. Seçim isə qoyduğumuz məqsəddir. Yəni xatırlayırsınızsa ilk videodan. Vaxtda danışmışıq. Bu marafonun iştirakçısı var idi. O belə danışırdı. Mən nəqliyyatda gedirdim. Faktiki olaraq ofisə işə gedirdim. Amma mən reallıqla öz arama sanki görünməz naizi şəffaf bir ekran qoyurdum. O deyir ki, özümə deyirdim. Əslində mən indi işə getmirəm. Əslində mən indi ticarət mərkəzinə gedirəm. Mən artıq bizneslə məşğulam. Normal qazanıram. Mən azad insanam. Sadəcə indi alış-verişə gedirəm. O deyir ki, bu mənim slaydım idi, bu mənim seçimim idi. Bir daha, əvvəl şuurluluq, sonra burada və indi halı, sonra öz seçdiyin reallığın slaydını yerləşdirirsən. Reallığı isə dərk edin. Bu slaydın tədricən maddiləşmiş formasıdır. Siz mövcud olan indiki mənzərəyə inanmaq məcburiyyətində deyilsiniz. Siz hansı reallığı yükləyəcəyinizi özünüz seçirsiniz. Şuurluluq nədir? Avtopilot rejimində yaşamağı dayandırmaq və daxildə hansı filmi fırlatdığını idarə etməyə başlamaq. Məhz bu andan etibarən reallığın dəyişməsi başlayır. Bugünkü tapşırıq şuur plus slayd. 10 dəqiqə dediyim kimi burada və indi vəziyyətində, yəni şuurlu halda olduqdan sonra ikinci mərhələyə keçin. Birinci addım nədən ibarətdir? Bax, təkrar edirəm. İştirak, mövcudluq vəziyyəti. Mövcudluq, yəni bədəndə idiniz, anın içində idiniz. Keçmiş və gələcək haqqında analiz və düşüncələr siz. Bu əsasdır. Addım 2. Slaydın üst-üstə qoyulmasın. İndi harada olmağınızdan asılı olmayaraq. Mağazada, evdə, küçədə, adi işlərlə məşğul olarkən siz slayd qoyursunuz. Bu nə deməkdir? Xaricdə hər şey sanki eynidir. Amma daxildə siz artıq başqa bir insansınız. Siz arzunun artıq reallaşdığı reallıqdasınız. Həyatınız artıq başqadır. Sanki dünyaya nazik, şəffaf bir ekranın arxasından baxırsınız. Və bu ekran sizin seçdiyiniz reallıq variantıdır. Bu çətin deyil, bu dərin meditasiya deyil. Bu açıq gözlə vizuallaşdırma. Siz gedirsiniz, baxırsınız, adi hərəkətlər edirsiniz, amma özünüzü artıq başqa bir insan kimi hiss edirsiniz. Başqa həyat səviyyəsində, başqa gələcəkdə, başqa daxili vəziyyətlə. Əslində nə baş verir? Bu şəkildə bunu edəndə mövcud mənzərənin girovu olmaqdan çıxırsınız. Qavrayış matrisanı dəyişirsiniz və bununla da materializasiya başlayır. Siz reallıqdan qaçmırsınız. Siz onu daxildən yenidən proqramlaşdırırsınız. Reallıq elə belə dəyişmir. Siz gözləyəndə, naprimер, gözləyirsiniz nəsə reallıqda dəyişsin, dəyişmir. Reallıq siz daxildə artıq başqa insan olanda, artıq istədiyiniz insan kimi yaşamağa, yəni insan kimi, tam başqa bir insan olaraq yaşamağa başlayanda dəyişir. Bunu təşvişlə bu praktikaları eləmək lazım deyil. Bunu sakit, mütəmadi edin, gərginlik halı olmadan. Matrisa məhz bu cür yenidən qurulmağa başlayır.